Salam, hər vaxtınız xeyir olsun dəyərli vlog kanalımın izləyiciləri. Bu günləri yolum Bakıxanov qəsəbəsindən keçirdi və burada Can Market adlı tort ləvazimatları mağazası var. Ara bir yolum keçəndə bu mağazaya mütləq baş çəkirəm və buradan da mənə lazım olan ərzaqları çəki ilə alıb aparıram. Mağazaya daxil olmuşkən istədim ki, buradan sizlər üçün də kiçik bir çəkiliş edim. Sizlərin də əgər ehtiyacınız olarsa, qiymətlər sizlərə qane edərsə, yolunuz düşərsə, sizlər də bu mağazadan gəlib, yəni istədiyiniz hər bir şeyi çəki ilə əldə edib apara bilərsiniz. Qoz ləpəsi var burada cürbəcür qiymətə, ağ fındıqdır, hazır soyulmuş fındıqdır, şəkər bura üçün əldə edə bilərsiniz. Tort sifarişi götürən xanımlar üçün tort korobkalarıdır, tort bəzəkləridir, sonra bütün ədviyyatlar var, şorqoğalının ədviyyatları olsun, küncüt olsun, kakos olsun, hamısı çəki ilə satılır. Qiymətlərini də sizlər üçün çəkmişəm. Üzərlərində yazılan Q hərfi ilə olanlar 1 kiloqramın qiymətidir. Mən çəkiliş apararkən burada alıcılar çox idi, yəni mağazada insanlar çox olduğu üçün bəzi şeyləri çəkib sizlərlə paylaşa bilmədim. İnşallah növbəti videolarımızda fikrim var ki, sizlər üçün digər tort ləvazimatları mağazalarında çəkim paylaşım. Əgər bu video sizlər üçün maraqlı olarsa, onda mütləq şərh bölümündə qeyd edin. Fikirlərinizi yazın. İnşallah növbəti videolarımızda digər tort ləvazimatları mağazalarından sizlər üçün mütləq çəkiliş edəcəm. Bu sarılar nədir, yumrular? Çubuqlarıdır. Birinci dəfədə görürəm bunun sarı kökün qurusunu. Sanki daşlı, çay daşlı xatırlatdı mənə. Belə bəkdir. Amma ələ götürəndə baxın belə sarılıq çıxır. Eşmeğini ver, 2 tanesi verin. Qiyməti də kilosu 12 manat. Ben. Bu sarı kök çubuqlarında təbii ki, üyüdüb istifadə etmək olur. Sifarişi götürən xanımlar üçün bunlar da marçipan xəmirləridir. Bunun bir dənəsi 6 manat 30 qəpikdir. Kiloluq da. Biri 1 kiloluqdur. 8. Tort sifarişi götürən xanımlarımız mağazadan istənilən tort bəzəklərini əldə edə bilərlər. Qiymətləri də çox münasibdir. Bunlar da marçipan xəmirləridir. Rəngləri də ayrı-ayrı. Zərlərdə 80 qəpiyə. Bunlar? Hə, zərlər 1 manat. Bunlar biraz hazır almışıq. Bunlar da torçun olanlardır da. Zərlərdə 2 manatdır, toz zərdir. Sonra burada da zərlər vardır. Onlar marsipan zərlərdir. Nə qədərdir bu? Şokolad 5 kiloqramlıq 28 manat. Bunu da belə sürkəcdən keçirib istifadə eləmək olur da, ya doğramaq. Hə, qanacaqsa da yaxşıdır bu. Toz şantidir bu da. Bu nə qədərli idi? 1 kiloluq. Bunlar neçədir? 9 manat 80 qəpiyə. Balacalardansa bu sərf eləyirik. Yekə də yaxşıdır. Bu da toz krem şantidir. Bu da hə, meystir. Bu nə qədərli idi? Bu da 1 kiloluqdur. Bunlar neçədir? 9 manat 80 qəpiyə belə gəlir. Hə, 9.80-ə bunlar. Sonra Pratosun var. Bu da 11 manat 50 qəpiyə. O da şantidir. toz şəklində olanlar. Hə. Ola bilər. 11 manat 50 qəpik. O da 1 kiloluqdur, hə? 1 kiloluqdur. Sonra xəmirlər, sonilər üçün belə mayalar. Vitamixdir, vitanandır. Bunlar məncə xəmiri şişirtmək üçündür. Hə, xəmir şişirdəndir. Qulqazat bişirəndə hə, mayalı xəmirlərə biraz vurursan şişir. Əslində onlar ən çox o sexlərdə istifadə olunur. Bu da 2 manatdır, o da 2. Düyü var burada, sultan düyüsüdür, 4 manat 10 qəpik. Şahan düyüsü 3 manat 50 qəpik. Tamaşa var 3.90-a. Qatlaşdırılmış südlərdir. Kilosu neçədir bunun? 3.70. Onun 4 kiloluğu da var belə bizdə. 4 kiloluq, 6 kiloluq var. Son bilməz. Damla şokolad 1 kiloluq neçədir bu? Paçkada 8 manat 50 qəpik.
Onu Veseloy var. Çəki ilə olan 7 manat 50 qəpikdir. Bunlar da ekapanlardır. Xanımlar çox vaxt məndən soruşurlar. Mayalı xəmirlərdə istifadə olunur. Düzdür, mən istifadə eləmirəm, amma ən çox sexlərdə, şirniyyat satılan yerlərdə istifadə olunur. Yəni biraz əlavə edirsən xəmirə, mayalı xəmirlərdə bulkaları, çörəkləri şişirdir. Həmin o ekapanlar bunlardır. 6 manatda ekatılır. Ekapanlar 4.70, Ekapluslar da 6 manatdır. Tortun üzərini bəzəmək üçün şokolad qırıqları var. Kilosu 12 manat. İstədiyiniz qədər, yəni çəki ilə əldə edə bilərsiniz. 12 manatdır bu şokolad qırığı. Deməli, xanımlar, burada paxlava listləri də var. 600 qramlıq, 800 qramlıq, 1000 qramlıq listlər. Deməli, bunlar neçədir? Baxın, 600 qramlıq, 10 manat 50 qəpik, bu 600 qramlıqlardır. Sonra 800 qramlıq listlər neçədir? 12 manat. Üzərində yazılıb qiyməti. 12 manata 800 qramlıqdır. Bəs bu 1 kiloluq listlər neçədir? 13 manat. Paxlava listləri də burada var. Tort karobkalar da var burada. Sifariş götürən xanımlar üçün. Kvadrat olan var, dairəvi olanlar var. Tort karobkalar neçədir? Ayhan. Diametrinə görə yəqin qiymət dəyişir. Dəyişir, hə. 30-dan başlayır orta hündürlər. Ta ki 38-ə qədər. Yumurlar sadələr 21-dən başlayır. Bu 1.70 olan hansının qiymətidir? 30 hündürlüyü 35 olan. 25 olan da. Qiymətlər yəni 1.70-ə var, 2 manata var. Belə də, yəni ölçüsünə görə qiymətləri dəyişir. 2.20-yə var. Burada da var. Sadədə 85 qəpikdir, 21 diametr. Burada da 2 manat 40 qəpik. Ölçülərinə görə qiymət dəyişir. 2 manat 25 qəpiyə var burada. Burada hətta baxın Rusun banka bağlayan da var. Neçədir bu banka bağlayan? 25 manat. Sonra baxın belə ələklər var. Un eləmək üçün 5 manat 50 qəpik. Yəni, məndə də var bundan orada. Belə eləyəndə ələnir. Bunun içində 6 dənədir. Neçədir ki bu? Ölçülərinə baxın. Deməli, paçkada 6 dənədir. 18 sm, 20 sm, 22, 24, 26, 28 dairə. Neçədir bunun qiyməti 6 dənəli? 24 manatdır. Xanımlar, burada oxluvlar da var. Baxın, cürbəcür belə oxluvlar da var. Mağazada biraz adam çoxdur. Ona görə hər birinin ayrı-ayrılıqda qiymətini soruşa bilmirəm. Baxın, məsələn, bu 1.30 üstündə yazılıb. Bu da 1.30'dur. Tort qaymaqlar da var burada. Baxın, ambiyanti 7.30, 4.40 var. 5.90'a, 5.50'ye, 6.10'a, hopla 7.10. Yəni cürbəcür qiymətə tort qaymaqlar da var. Manat 20 qəpiyə. Bu desən tərəvəz kəsmək üçün də, almaza doğramağa. Yaxşı bir şeydir bu, neysə. Sonra burada ölçü qabları da var, belə balacaları. 2 manat 50 qəpikdir. 500 milliyə kimi olanları. 3.50. Bu birisilərdə böyüklər, hə? 1 litr tutur. 1 litrlər 3 manat 50 qəpik. Tortların xorclarını, yəni biskvitləri islatmaq üçün belə qablardır. Şərbəti içərisinə tökmək üçün 1 manat 50 qəpik. Böyüklər 1.50-yə, 2 manata böyüklərdir. Qanmaq var. Neçədir 1 bunlar? manat 50 qəpiyə. 1 manat 50 qəpiyə şabalıd qırmaq üçün. Belə bir şeydir. Silikon, keks qəlbidir. Bunlar neçədir? 5 manatdır.
Sonra tortun arasını kəsmək üçün, tortu bölmək üçün belə bıçaqlardır. Bunlar mişarlısı da var, düz olanı da var. Bunlar kremləmək üçündür. Hə, bunlar krem. Neçədir bunlar? 2 manat 10 qəpikdir bunlar. Bunların balacaları var, böyüyü var. Bu mişarlı bıçaqdır. Mişarlı bıçaqlar da var. Bunlar biskvitləri kəsmək üçündür də. Hə, ikiyə bölmək. Bunlar bu neçədir? 5 manatdır. 5 manatdır. Yerlərdə olan 4 kiloda ağ olan. Burada vedrə ilə də belə 6 kiloluq, 4 kiloluq qaynanmış Ağı da var. südlər var, qatlaşdırılmış südlər, qaynanmamış, baxın belə. Qatlaşdırılmış südlər var. Tortların üzərinə belə bəzək vurmağa, hərflərdir, rəqəmlərdir. Sifariş götürən xanım var, bunları yaxşı bilər, istifadə edirlər onlar. Sonra belə yağlı kağızlardır, keks kağızları, hər cürə var. Rəngbərəng tortların üzərinə əlavə etmək üçün konfetlərdir. Bu fırçalar da gördüyünüz kimi bunlar ərzaq üçün, yəni sırf şirniyyat üçün istifadə olunan fırçalardır. Çox zaman mənə də yazırlar ki, xanımlar, yəni bunlar elə bilirlər ki, ərzaq üçün istifadə olunan deyirlər, amma görürsünüz bunlar sırf burada satılır, yəni tort ləvazimatları olan mağazalarda satılır. Yəni sırf şirniyyat üçün istifadə eləmək üçün lazım olan fırçalardır. Hər ölçüdə də var. Belə qazan qapağının tutacaqları da satılır. Baxın belə 1 manatdır bir ədədi. Başqa rənglər də var. Bir ədədi 1 manat. Mağazada tort ləvazimatları, yəni hər bir şey var burada. Baxın, trubuçka şirniyyatı üçün lazım olan bu figurda var. 1 manat 30 qəpikdir, 6 dənəsi. Qat-qat xəmirdən hazırlayırıq trubuçkanı. Həmin bunlara büküb pişiririk. 1 manat 30 qəpikdir, 6 dənəsi. Sonra belə başlıqlar var. Kiçik ölçüdə var. İri başlıqlar var. Ədədi 1 manat 50 qəpikdir. Mağazanın bir hissəsində belə dəm çaynikləri, stəkanlar, qablar da var. Baxın, belə qablar var. Ədədi 1 manat. Biri 1 manatdır, belə qablar. Baxın, bu cür də var. Bir ədədi 1 manat. Baxın, belə ələklər də var. 1 manat 50 qəpiyə. Belə qablar da var. Süt geldi mi bize? Süt yazdı, okulu patrona yazdırmıştım. Neçədir şəkər pudrası, kilosu? 3 manat 30 qəpik. 3 manatlıq elə 1 kilo vermən onu. Bu 7.50'dir. Bundan mənə biraz ver. Bu damla şokoladında tünd rəngi də var idi, açıq rəngi də. Yəni bu südlüdür. Mən südlüdən aldım. Yəni özümə lazım olan ləvazimatları aldım və evə yollandım. Çəki ilə alanda həqiqətən də sərf eləyir. Baxın, şəkər pudrasıdır. 1 kiloqramı 3 manat 30 qəpikdir. Qarğıdalı nişastası 1 kiloqramı 1 manat 70 qəpik. Bundan aldım. Yəni mənə də lazım olur şirniyyat bişirərkən. Sonra damla şokolad kilosu 7 manat 20 qəpik. Bu südlü olandandır, bir qədər aldım. Tünd rəngi evdə var idi. Buzluqda saxlayıram, lazım olanda istifadə edirəm. Chia toxumu 10 manat 20 qəpikdir. Bundan hər axşam istifadə edirəm. Qatığın içərisinə 2 çay qaşığı əlavə edib bir qədər gözlədib onu yeyirəm hər axşamlar. Çox xeyirlidir və kakaonun da tünd rəngi də var idi, açıq rəngi də. Mən açıq rəngindən bir qədər aldım. Açıq rəngi baxın kiloqramı
14 manat idi. Tünd rəngdə olan kakaonun isə çəkisi, yəni kiloqramı 20 manat idi. Və bir də mən mağazada vaxt çatdırıb, yəni insanlar çox idi, ona görə çəkə bilmədim. Sultan yağını, yəni qat-qat xəmir yağını sizlərə burada göstərmək istəyirəm. Mənim hazır buzluğumda olduğu üçün bu dəfə almadım. Yəni buzluqda var idi evdə. Sizlərə göstərirəm ki, baxın həmin bu Sultan qat-qat yağını da mən həmin mağazadan, yəni Can Marketdən əldə eləyirəm. 82%lik universal qat-qat yağıdır ki, bu yağla qat-qat xəmirləriniz qəşəng şişirlər, qatları hamısı tək-tək bilinirlər. Adi margarin yağı ilə qat-qat xəmiri hazırladıqda qətiyyən qatları bilinmir. Yəni istədiyiniz nəticəni ala bilmirsiniz. Amma bu sırf universal qat-qat yağı qat-qat xəmirlər üçün nəzərdə tutulmuş yağdır ki, bu yağla qat-qat xəmirlər möhtəşəm alınır və bu yağı da burada sizlərə göstərmək istəyirəm ki, həmin bu yağı da Can Marketdən əldə edə bilərsiniz. Mən hər zaman oradan alıram. Yəni buzluğumda var idi deyə bu dəfə almadım, amma çəkib bunu da sizlərlə paylaşmaq istədim. Bir də mağazadan baxın 1 manata adi bir tutacaq aldım. Qapağın tutacağıdır. Gördüyünüz bu qapağımın tutacağı xarab olub. Bu qapağı da mən həyətdə sacın üzərində, yəni ocaqda, tavada nəsə bişirəndə istifadə edirəm. Baxdım ki, qapaq, yəni tutacağı yanıb, xarab olub. Bu tutacağı da baxın rahatlıqla üzərinə qəşəng köhnəsini açırsınız, bunu bağlayırsınız. Gördüyünüz kimi qapaq tam yenilənir, sanki təzə bir qapaq olur. Bunu da praktik olaraq sizlərə göstərmək istədim ki, əgər qapaqlarınızın tutacaqları xarab olarsa, alıb bu cür yeniləyə bilərsiniz. Dəyərli izləyicilərim, əgər bu cür vloqları bəyənirsinizsə, mütləq şərh bölümündə qeyd edin. Yeni videolarda, yeni vloqlarda görüşmək ümidi ilə salamat qalın.